Hörmətli izləyicilərimiz, bugünkü gün satışda olan boş evlərin qiymətindən də aşağı qiymətə, çox təcili qiymətə. Ev sahibi deyir ki, bir həftə ərzində artıq bu evi satmaq istəyirəm. Mətbəx mebeli, qaz peçi, kombisi, radiatorları, evin də torpağında kupçası olan 2-dən 3-ə düzəlmə, yəni 3 otaq demək olar. Belə bir evimiz çıxıb satışa. Bugünkü gün bu qiymətə belə bir ev satışda yoxdur. Bu evin həm qonaq otağı, həm də mətbəxidir, mətbəx studiya, hər ikisinin pəncərəsi var. Qazı, suyu, işığı hamısı qaydasındadır. Sayğaclar qaydasındadır. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Hamamın aksesuarlarına qədər hamısı qoyulub. Ehtiyac su çəninə qədər var, şulkasına qədər açılıb. Dəyərli izləyicilərimiz, Masazır qəsəbəsində 6 nömrəli məktəbin yaxınlığında pəncərənin raşotkalarına qədər vurulub. Qeyd edilmiş pəncərələrin qarşısı açıqdır. Bir dənə bu pəncərə ilə baxaq, məsafəsi var, havalanandır. Deməli, dəyərli izləyicilərimiz, radiatorlarına qədər qaydasındadır. Evin bünövrəsi, kəməri, hamısı qaydasındadır. Bura bir yataq otağı, deməli, burada digər ikinci yataq otağı, hamam sanuzeli və bir mətbəx studiya. Qiyməti 56.000 manata təklif olunur. Hörmətli izləyicilər, bugünkü gün 56.000 manata mətbəx studiya, kombisi, mətbəx mebeli olan ikinci bir variant tapa bilməzsiniz. Yəni, bunun alternativi yoxdur. Baxın, çornu poluna qədər qalın taxta ilə döşənib. Zirzəmisi hündür, qupqurudur, nəmişlik qram da yoxdur. Baxın, toluna qədər, fundamentinə qədər, bütün otaqlara keçidinə qədər hamısı qaydasındadır. Kombi otağı səliqəli şəkildə yığılıb. Bilən bilir ki, bunun özü xərcdir. 200-300 manat budur. Kombisi xərcdir. Hamısı xərcdir, hörmətli izləyicilər. Trapına qədər qoyulub. Sayğaclarına qədər qaydasındadır. 56.000 manata və qeyd edeyim ki, ev sahibi, yəni deyir ki, evi satmaq istəmir. Çölə də atmaq istəmir. Götürüb laf aşağı qiymət də qoymayacaq. Yəni insafla yanaşaq. Amma gələn adama endirim eləyəcək, razılaşacaq. Allahın köməyi ilə zəng eləyin, gəlin evi göstərək. Sağ olun, salamat qalın.